Salam əziz həmkarlar. Biz öyrənirik insan orqanizminə ətraf mühit amillərinin təsiri stress. İnsan daim ətraf mühit amillərinin təsirinə məruz qalır. Yəni insan fiziki və psixi təsirlərə məruz qalır. Fiziki təsir isti və soyuq, psixi təsir də təhlükəli, konfliktli. Bunları göstərə bilərik. Orqanizmin mühit amillərinin təsirinə qarşı ümumi neyrohumoral reaksiyası, onun əlverişli vəziyyətdən kənara çıxması halları stress adlanır. Diqqətli olun, nə reaksiyası? Neyrohumoral reaksiyası. Stress nədir? Stress sözünün mənası təzyiq və gərginlik deməkdir. Stress elmə Hans Selye tərəfindən gətirilmişdir. Ümumilikcə stressin özü 3 mərhələyə bölünür. Həyəcan mərhələsi, uyğunlaşma mərhələsi, bir də zəifləmə mərhələsi. Ümumilikcə stresi yaradan amillər hansılardır? Deyəcəksiniz ki, qorxudur, yorğunluqdur, fiziki zədələnmələrdir, havanın temperaturudur, həyatda baş verən dəyişikliklərdir, emosional münaqişələrdir. Bunlar stresi yaradan amillərə aiddir. Dedik, stress 3 mərhələyə bölündü. Həyəcan mərhələsi, uyğunlaşma mərhələsi, zəifləmə mərhələsi. Birinci öyrənirik həyəcan mərhələsi. Həyəcan mərhələsində orqanizm özünü səfərbər edir. Yəni bu nə deməkdir? Həyəcan mərhələsində insanda ürək döyüntüsü sürətlənir, qan təzyiqi yüksəlir, qanda adrenalinin miqdarı artır, əzələlərə çoxlu qan gəlir. Həyəcanlanırsan deyə həzm prosesi zəifləyir. Yəni bir növ orqanizm özünü səfərbər edir. Stress amilinin təsirinə qarşı həyəcan yaranır. Yəni bu reaksiya orqanizmi müdafiəyə səfərbər edir. Həyəcan mərhələsində şəkildə görsəz, orqanizmin zədələyici amillərə qarşı müqaviməti, təsirlərə qədər olan ilkin səviyyə və xəstəlik. Baxın, həyəcan mərhələsində orqanizm özünü müqavimət etmək üçün, yəni orqanizm ona təsir göstərən amillərə qarşı müqavimət olunmaq üçün başlayır orqanizmin fəaliyyəti artmağa. Bu zaman yenə döyüntü sürətlənir, qan təzyiqi yüksəlir, qanda adrenalinin miqdarı artır, əzələlərə çoxlu qan gəlir, amma sən həyəcanlı olduğun üçün həzm prosesin zəifləyir. Bu olur orqanizmdə həyəcan mərhələsi. Daha sonra uyğunlaşma mərhələsi gəlir. Qıcığa qarşı müqavimətin göstərilməsi mərhələsi, yəni uyğunlaşma mərhələsi. Orqanizm müqavimət göstərir və nəticədə bilavasitə baş verən təhlükə prosesi zəifləyir. Bu zaman stresslərin təsirini dəf etmək üçün yüksək dərəcədə uyğunlaşma qabiliyyətini əldə edir. Üçüncü mərhələ zəifləmə mərhələsidir. Artıq orqanizmin stressə qarşı müqaviməti azalır. Yəni bu proses uzun müddət davam etdikdə əsəbilik yaranır, aydın olmayan həyəcan yaranır, tez yorulma, qıcıqlılıq, ruh düşkünlüyü, yuxusuzluq, baş ağrısı bu kimi hallar müşahidə olunur. Faydalı stresslər orqanizm imkanlarını səfərbər edir, onun müxtəlif xəstəliklərə qarşı müqavimətini və mühitin dəyişən vəziyyətinə uyğunlaşmasını artırır. Yəni faydalı stresslər insan üçün faydalıdır ki, orqanizmin işini gücləndirir, xarici mühitə uyğunlaşmasını təmin edir. Deməli, orqanizmdə əsəbilikdir, aydın olmayan həyəcandır, tez yorulmadır, qıcıqlıqdır, ruh düşkünlüyüdür, yuxusuzluqdur, baş ağrısıdır. Bu zəifləmə mərhələsinə aiddir. Ürək döyüntülərinin sürətlənməsi, qan təzyiqinin yüksəlməsi, qanda adrenalinin miqdarının artması, əzələlərə çoxlu qan gəlməsi, həzm prosesinin zəifləməsi, bu da həyəcan mərhələsinə aiddir. Bunlarda diqqətli olmalıyıq. İnsan stress vəziyyətinə düşməməsi üçün münaqişələrdən uzaq durmalı, təmiz havada gəzməli, yaxın insanlarla ünsiyyətdə olmalıdır. Daha sonra gəlirik insanda irsiyyət və onun formalaşmasında mühitin rolu.
İrsiyyat anlayışı qədim dövrlərdən insana məlum idi. İrsiyyat nədir? Orqanizmin öz əlamət və xüsusiyyətlərini saxlayıb, irsən nəslə ötürmə qabiliyyətidir. Orqanizmin yeni əlamətlər qazanmaq xüsusiyyəti, fərdlər arasında fərqin yaranma prosesi də dəyişkənlik adlanır. İrsiyyat və dəyişkənliyi öyrənən elm genetika elmidir. İrsiyyatın maddi əsası nədir? Deyəcəksiniz ki, xromosomlar. Baxın, hər bir əlamətin meydana çıxmasına cavabdeh olan genlər xromosomlarda yerləşir. Məsələn, şəklə baxırsınız, bu homoloji xromosomlardır. Ümumi xromosomdur. Baxın, böyük A, onun qarşısında kiçik A verilib. Deməli, bunlar allel genlərdir. Və ya kiçik B, onun qarşısında böyük B, böyük C, onun qarşısında kiçik C, kiçik D, onun qarşısında böyük D. Ümumilikcə, bu xromosomların üzərində genlər yerləşir, genlər. Biz də bilirik ki, genetik kod və ya kod, yəni 3 dənə nukleotid birləşib, genetik kod əmələ gətirir və ya kod adlanır. Yəni, genlər harada yerləşir? Xromosomun üzərində yerləşir. Deməli, hər bir əlamətin meydana çıxmasına cavabdeh olan genlər xromosomlarda yerləşir və bunlar irsiyyətin maddi əsasını təşkil edir. İnsanın karyotipində normada 46 xromosom var. Nə var? 46 xromosom. Bunun 44'ü autosom adlanır, autosom. Üstə gələk ikisi cinsi xromosom adlanır, cinsi xromosom. Ümumilikcə bu 44 autosom həm qadında, həm kişidə eynidir. Yəni 44 autosom 22 cüt eləyir. Qadın və kişidə biri-birindən fərqlənmir. Baxın, 44 plus 2 yazılır. Deməli, bu 44 qadın və kişidə biri-birindən fərqlənmədi. Çünki hər ikisi bədən xromosomudur, autosom xromosomdur, 22 cüt. Amma bu 2 dənə cinsi xromosom qadında və kişidə fərqlənir. Qadında X qeyd olunur, qadın. Kişidə XY qeyd olunur. Diqqətli olaq. Deməli, 2 dənə cinsi xromosom, həmin bu cinsi xromosoma görə cinsiyyət təyin olunur. Qadında XX-dir, kişidə də XY-dir. Həmin bu 46 xromosomun qametə, kişidə spermatozoidə, qadında da yumurta hüceyrəyə 23'ü düşür. 23 xromosom düşür. Spermatozoiddə, yumurta hüceyrədə. Bu 23'ün 22'si olur autosom, üstə gələk biri olur cinsi. Məsələn, qadında cinsi xromosom XX olduğu üçün qadın qametə 22 plus X, 22 plus X qameti verə bilir. Kişi də qamətə 22 plus X, 22 plus Y qameti verir. Daha sonra genotip nədir, fenotip nədir? Orqanizm bütün genlərin cəmi onun genotipi adlanır. Bütün genlərin cəmi. Məsələn, insan genotipi 20 mindən çox gen mövcuddur. Orqanizmin zahirən görünən əlamətləri də onun fenotipləri adlanır. Məsələn, fenotipə saçın rəngidir, boyun uzunluğudur, burnun formasıdır. Bunlar da fenotipdir. Daha sonra dominant əlamət nədir, resessiv əlamət nədir? Baxın, bunu genetikanı keçəndə daha aydın keçəcəyik. Yenə mən sizə məlumat verim. Dominant əlamətlər böyük hərflərlə işarə olunur. Məsələn, böyük A, böyük B, böyük C, tutalım böyük D. Bunlar dominant əlamətdir. Kiçik hərflərlə işarə olunur. Məsələn, kiçik A, kiçik B, kiçik C, kiçik D, kiçik E. Bunlar da resessiv əlamətlərdir. Ümumilikcə insanda mayalanma zamanı spermatozoid və yumurta hüceyrə birləşir, qamet əmələ gətirir. Yəni qamet yox, zigot əmələ gətirir. Bu zaman xromosomlarda olan genlər təsadüfi birləşirlər və həmin bu təsadüfi birləşmə nəticəsində genetik kombinasiyalar meydana çıxır. Deməli, xromosomda olan genlərin təsadüfi birləşməsi nəticəsində müxtəlif gen kombinasiyaları əmələ gəlir. Uşaqda bu əlamətin formalaşmasında dominant əlamət, güclü və resessiv zəif əlamət meydana çıxır, əmələ gəlir, genlər iştirak edir.
Ümumilikcə üzə çıxan əlamətlər dominant əlamətlər adlanır. Özünü büruzə verməyən, gizli qalan əlamətlər resessiv əlamətlər adlanır. Məsələn, dominant əlamətlərə baxaq, resessiv əlamətlərə baxaq. Resessiv əlamətlər də üzə çıxa bilir, amma bəzi hallarda. Yəni, tutalım ki, bunu necə müəyyən edə bilərik? Məsələn, burada sizə bir çarpazlaşma verim. Tutalım, böyük ya, kiçik ya ilə resessiv əlamət kiçik ya, kiçik ya çarpazlaşır. Bu zaman böyük ya, kiçik ya, böyük ya, kiçik ya əmələ gəlir. Burada böyük ya dominant olduğu üçün kiçik yanın üzərinə bir təsir göstərir və kiçik ya gizli qalır. Amma bəzi zamanlarda, məsələn, hər iki dominant valideyn olarsa, böyük ya çarpazlaşır, böyük ya kiçik ya ilə hər ikisi. Bu zaman böyük ya, böyük ya kiçik ya, böyük ya kiçik ya əmələ gəlir. Bax, bu resessiv əlamətdir. Artıq burada üzə çıxan əlamətdir. Məsələn, resessiv əlamətlərə hər zaman gözəl əlamətlər kimi düşünün. Baxın, sarı saç, düz saç, mavi rəng, açıq rəngli dəri, sifətdə çillərin olmaması, normal ölçülü burun, qanın laxtalanmaması, hemofiliya resessiv əlamətlərə aiddir. Dominant əlamətlərə qara saçdı, qıvrım saçdı, qara gözdü, dərinin tünd rəngidir, sifətdə çillərin olmasıdır, iri burundur, qanın normal laxtalanması da dominant əlamətlərə aiddir. İnsan irsiyyətin formalaşmasında mühitin rolu, insanın xarakteri, temperamenti kimi xüsusiyyətlər irsi amillərə əsaslanır. İnsanda irsən keçən əlamətlər həmçinin intellekt səviyyəsidir. Məsələn, musiqiyə, rəqsə, idmana, riyazi təfəkkürə meyillik bu kimi xüsusiyyətləri göstərə bilərik. Bəzi əlamətlər, məsələn, qan qrupları və bəzi irsi xəstəliklər ətraf mühitin təsiri ilə deyil, yalnız genotiplə müəyyən olunur. Digər əlamətlərin təzahürü isə həm genotipdən, həm də ətraf mühitin təsirindən asılıdır. Məsələn, insanda boyun hündürlüyü genotipdən asılıdır. Eyni zamanda bu həm də ətraf mühitdə böyümə dövründə qidalanmadan da asılıdır. Məsələn, hər iki şəxsin nəslində uzun boylu insanlar var. Ata uzun boyludur, ana uzun boyludur. Amma gəlir bu övladın boyu qısa olur. Bunun qısa olmasına səbəb ətraf mühit də təsir göstərəcək. Yetkinlik dövründə qidalanması aşağı olur, yaxşı meyvələrlə qidalana bilmir, stresli həyat keçirir. Bu zaman həmin şəxsə ətraf mühit təsir göstərsə, bu kimi faktorlar üzə çıxa bilər. Daha sonra insanda irsiyyəti öyrənilməsi üsullarına baxacağıq. Ümumilikcə genealoji üsul, əkizlik üsulu, bir də sitogenetik üsul. Birinci öyrənirik genealoji üsul. Genealoji üsul nəsil ağacının öyrənilməsidir. Yəni nəsil şəcərəsinin öyrənilməsidir. Bu zaman xüsusi simvollardan istifadə etməklə, qohumluq dərəcələrini göstərməklə öyrəniləcək əlamət qrafik təsvir olunur. Bununla nəsil ağacı tərtib edilir. Öyrəniləcək əlamət qohum qruplarında ən azı 3 nəsildə izlənilə bilər. Bu əlamətin dominant və resessiv keçməsi müəyyənləşdirilir. Məsələn, burada baxaq, deyir, ailənin irsiyyət saçının bir hissəsi ağ rəngli, ağ çəng, dominant əlamətə rast gəlinir. Valideynlərin hansında ağ çəng olur? Uşaqların neçə faizində bu əlamətə rast gəlinir? Niyə 5 və 7-ci fərdlərdə ağ çəng əlaməti olmur? Aha, baxın, ümumilikcə deyir ki, ağ rəngli çənlərin olması sizə kvadratla kişini verir. Öyrənilən əlamət ağ çəngdir, nicahdır və doğulan uşaqlardır. Baxın, və sizə deyir ki, ağ rəngli çəng dominant əlamətdir. Yəni, burada dominantlıq ola bilər. Məsələn, burada ana da ağ rəngli çəngdir. Çünki içi qara ilə verilmişlər, bu qaralayıblar. Bu içi qara ilə verilmişlər, ağ çəng əlamətinə malik olanlardır. Çünki görürsünüz, burada öyrənilən əlamət verib, oradan götürürəm. Məsələn, halqa formasında olan qadın verilib, kvadrat formasında olan da kişi verilib. Burada hər ikisində ağ rəng çəng varsa, deməli dominant əlamət var hər ikisində. Yəni, böyük ya hər ikisində var. Məsələn, böyük ya kiçik ya ananı götürsəm, atanı da böyük ya kiçik ya götürə bilərəm. Çünki niyə götürürəm?
Bu böyük ya kiçik ya, böyük ya kiçik ya, bundan 4 dənə fərd doğulub. 1, 2, 3, 4, aha, 5, 6. İndi baxaq. Baxın, doğulanlar bundan bu qaradır, bu qaradır, bu qaradır. Oxa diqqətlə fikir verin. Bir də budur. Aha. İndi böyük ya kiçik ya ilə mən böyük ya kiçik yanı burada çarpazlaşdırsam, böyük ya kiçik ya çarpazlaşır, böyük ya kiçik ya. Buradan əmələ gələcək böyük ya böyük ya. Daha sonra böyük ya kiçik ya, böyük ya kiçik ya, kiçik ya kiçik ya. Baxın, böyük ya böyük yada da, böyük ya kiçik yada da, böyük ya kiçik yada da. Ağ rəng çəng var, yəni böyük ya var, dominant əlamət var. Amma kiçik yalarda ağ çəng yoxdur, artıq resessivdir. Tapdım ki, mənim bu halqam kiçik yalardır. Bunu bildim. Mən bildim ki, mənim bu halqam doğulmam kiçik yalardır ki, bunlarda ağ rəng çəng yoxdur. Daha sonra indi bu digərlərinə baxıram. Baxıram ki, burada məsələn doğulub, mən bunu böyük ya kimi də götürə bilərəm. Bunu da böyük ya kiçik ya götürüm, bunu da böyük ya kiçik ya götürüm. Yəni artıq bunlarda ağ rəng çəng var. Bildim ki, bunlar da oldu böyük ya kiçik ya, böyük ya kiçik ya. İndi burada böyük ya kiçik böyük yanı çarpazlaşdırıb hər hansı bir sağlam ata ilə, yəni ağ rəng çəng dominant. Çünki sizə deyir ki, ağ çəng dominant əlamətinə rast gəlinir. Yəni ağ çəng dominant əlamətdir. Və niyə 5 ilə 7-də? Məsələn 5 ilə bu da 7-dir. Deyir ağ rəng çəng olmur. Çünki dominant əlamət yoxdur. Şifahi şəkildə desəm, bunlarda böyük ya olmadığı üçün əsasən bunlarda ağ rəng çəng əlaməti yoxdur. Yəni ümumilikcə biz buradan öyrəndik ki, dominant əlamət deyirsə, deməli bunun tərkibində hər hansı bir böyük hərf var. A. Əgər 5 və 7-də yoxdursa, deməli bunun tərkibində dominant əlamət yoxdur. Bunlar resessiv əlamətlərdir. Daha sonra əkizlik üsulu. Niyə bunun yazma formasını davam eləmədim? Çünki genetikanı hələ biz öyrənməmişik. O böyük ya kiçik ya falan yazıram. İndi yadıma düşdü ki, mən onları sizə keçməmişəm. Onları sizə keçəndən sonra ətraflı öyrədəcəm. Deməli, indi əkizlik üsuluna baxırıq. Genealoji usulla əlamətin dominant və ya resessiv olduğu müəyyənləşdirilir. Deməli, biz genealoji üsulla dominant əlamətdir və ya resessiv əlamətdir, bunları müəyyənləşdirdik. Əkizlik üsulu ilə ümumilikcə. Burada məsələn bir yumurta əkizi var, bir də müxtəlif yumurta əkizləri var. Əkizlik üsulu ilə sifətdə kirlilikdir, barmaqlarda izlərin keçməsidir. Daha sonra infeksiyon xəstəliklərə qarşı meyillilik öyrənir. Baxın, ümumiyyətcə əkizlik üsulunda bir yumurta əkizi var, bir də müxtəlif yumurta əkizi var. Yadınızda saxlayın. Bir yumurta əkizində, yəni bir yumurta hüceyrə iştirak edir, onu mayalandırır bir dənə spermatozoid. Müxtəlif yumurta əkizlərində hər uşağın əmələ gəlməsində 2 qamət, bir yumurta hüceyrə, bir də spermatozoid iştirak edir. Məsələn, 4 uşaq əmələ gəlibsə, birinin əmələ gəlməsində 2 qamətdirsə, 4-ünün əmələ gəlməsində 8 qamət olacaq müxtəlif yumurta əkizində. Amma eyni yumurta əkizində bir yumurta hüceyrə, bir spermatozoid iştirak edir. Və eyni yumurta əkizində mütləq cinsləri eyni olur. Və bu əkizlər adətən eyni ciftə malik olur. Şəklə baxsaz, eyni ciftə malikdirlər. Amma hərəsinin özünün göbək ciyəsi olur. Bunları qarışdırmayın. Eyni ciftə malik olur, hərəsinin də özünün göbək ciyəsi olur. Və bunlar nədən əmələ gəlir? Zigotun blastomerlərə parçalanması nəticəsində hər blastomer bir körpəyə başlanğıc verir. Bunun nəticəsində əmələ gəlir. Müxtəlif yumurta əkizlərində uşağın sayı qədər yumurta hüceyrə ilə spermatozoid mayalanır, uşağın sayı qədər zigot olur. Və burada əkizlərin hərəsi, şəkilə baxın, ayrı-ayrı ciftlə əlaqələnir və yenə də hərəsinin ayrı-ayrı göbək ciyəsi olur. Stereogenetik usul nədir? Əsasən burada xromosomların miqdarını, quruluşunun öyrənilməsinə əsaslanır. Deməli, genealoji üsulda gen resessivdir, yoxsa dominantdır bu əlamət öyrənildi. Stereogenetikdə xromosomun quruluşu, artıqlığı öyrənilir. Burada bizə misal olaraq autosom xromosomlarında baş verən çatışmamazlığa misal Down sindromunu misal göstərib. Əsasən Down sindromunda 21-ci cütdə baş verən artıqlıqdır ki, bu zaman xəstəlik əmələ gəlir. Down sindromunda. Niyə burada ətraflıya verməyib şəklin?
Bu kitabda ətraflı şəklini verməyib. Aha. Buranı da bildik. Daha sonra biokimyəvi üsul gəlir. Biokimyəvi üsul insan orqanizmdə gedən maddələr mübadiləsində baş verən çatışmamazlıqların səbəbi öyrənilir. Əsasən buna misal şəkərli diabet xəstəliyini göstərə bilərik. Oraq şəkilli hüceyrə anemiyası, qan azlığını misal göstərə bilərik. İnsanın xarici görünüşü, fiziki və əqli imkanları, xarakteri, xəstəliklərə meylliliyi, dözümlüyü, ömrün təbii uzunluğu valideynlərdən aldığı genlərdən asılıdır və bu genetik müxtəlifliyi əmələ gətirir. İrsi xəstəliklər. İnsanda əsasən irsi xəstəliklər genlərdə baş verən xəstəliklər var, xromosomlarda baş verən. Burada şəklin qəşəng yazıb. Ümumilikcə baxın, insanda amin turşusu, bəzi genlərdə olan amin turşusu bədən rəngini təmin edən melanin pigmentinə çevrilir. Deməli, melanin pigmentinə amin turşusu çevrildi. Və bu genlərdə baş verən çatışmamazlıq nəticəsində albinizm xəstəliyi meydana çıxır. Genlərdə baş verən albinizm xəstəliyində saçda, gözlərdə, kirpik və qaşlarda, həmçinin dərisində pigment olmur. Ümumilikcə, bu maddələr mübadiləsinin bəzi xəstəliklərindən biri də rəng korluğudur. Bu da genlərdə baş verən dəyişiklik nəticəsində meydana çıxır. Bəs xromosom xəstəlikləri hansılardır? Dedik ki, Down sindromu misal göstərir. 21-ci cütdə baş verən artıqlıq. Diqqətlə bura baxın. 21-ci cütdə xromosom sayının artıqlığıdır ki, bu Down sindromu əmələ gətirir. Və burada sifətdə yayılmış burun, yuxarı doğru dartılmış büküşlü göz qapaqları, digər barmaqlarında uzaqda yerləşən baş barmaq, dabanlarda inkişaf etmiş büküşlər, yeni doğulmuş uşağın dabanlarına baxırlar. İnkişaf etmiş büküşlər varsa, deməli Down sindromunun əlamətidir. Eyni büküşlü ovuçlar, meymun ovucu, qısa görünüşlü 5-ci barmaq, bunlar Down sindromunun əlamətləridir. Və insanda arxandaktiliya xəstəliyi var. Bu hörümçək barmaqlardır. Əsasən barmaqlar çox uzun və nazik olur. İrsi xəstəlikdir. Bu birləşdirici toxumanın normal formalaşmaması nəticəsində əmələ gəlir və burada gözdə billur quruluşuna da təsir göstərir. Ürək damar anomiyalarına gətirib çıxarır. Talasemiya xəstəliyi. Talasemiya da irsi qan xəstəliyidir. Əsasən resessiv xəstəlikdir və alt-som xromosomlarındakı bir gndə baş verən xəstəlikdir. Hemoqlobin sintezi pozulur. Talasemiyanın iki forması var. Böyük talasemiya, bir də talasemiya daşıyıcılığı. Talasemiya daşıyıcında fenotipcə tamamilə sağlam olur. Sadəcə özündə o geni daşıyır. Sabahı gün talasemiya xəstəliyi bir qadındır, özündə daşıyıcı qadındır. Xəstə kişi ilə evlənərsə, övladında üzə verəcək. Talasemiyanın ən ağır formalarından biri də böyük talasemiyadır. Böyük talasemiyada hər iki gndə olur. Əsasən irsi qan xəstəliyidir. Müəyyən müddət gizli keçirir, daha sonra üzə çıxır. Əsasən burada qanda hemoqlobin miqdarı azalır, tez yorulur, rəngləri solur, iştahları və yuxuları pozulur, qanda oksigen çatışmamazlığına gətirib çıxarır. Və bu müalicə zamanı dəmir orqanizmdə, daha çox dəmirə aid olan iynələr köçürülür, qan vurulur. Bu zaman bu dəmir orqanizmdə yığılır və başqa xəstəliklərin də yaranmasına səbəb olur. Daha sonra cinsiyyətin xromosom təyini, cinsiyyətlə ilişikli irsiyyət. Biz öyrəndik ki, ümumilikcə qadın və kişidə qametə nə düşdü? Qadında qametə 22+2, 22+2, iki formada qamet verir. Kişi də 22+2, 22+Y verir. Bu kişinin verdiyi Y-lə qadının ikisi mayalanarsa oğlan doğulur. Bu kişinin verdiyi ikisindən qadının ikisi mayalanarsa qız doğulacaq. Yəni cinsiyyəti təyin edən kişidir, kişi. Yəni çox vaxt deyirlər ki, filan kəsin, məsələn, filan qadının oğlu olmur, ancaq qızı olur. O qadında olan bir problem deyil. Cinsiyyəti təyin edən kişidir. Kişi Y xromosomun verirsə, oğlan uşağı doğulur. X xromosomun verirsə, bu zaman da qadın, qız uşağı doğulur. Ümumilikcə cinsiyyətlə ilişikli irsiyyət. Yəni burada cinsiyyətlə ilişikli irsiyyət keçən xəstəliklər hansıdır? Deyəcəksiniz ki, bu
hemofiliya ilə rəng korluğudur ki, bu X xromosomunda yerləşir. Yəni X xromosomu ilə keçir. Amma qalaqda tüklülükdür, dərinin balıq dərisi kimi pulcuqlu olması Y xromosomunda yerləşir. Ona görə də qulaqda tüklülük, dərinin balıq dərisi kimi pulcuqlu olması yalnız kişilərdə müşahidə olunur. Amma hemofiliyadır, rəng korluğudur, bu X-də yerləşir. Yəni həm kişidə müşahidə oluna bilər, həm də qadında müşahidə oluna bilər. Məsələn, biz hemofiliya xəstəliyinə baxaq. Hemofiliya xəstəliyində kişi xəstə olur, qadın da daşıyıcı olur. Məsələn, burada X götürək. Burada böyük H sağlamdır, kiçik H-da xəstəliyi müşahidə edək. Məsələn, qadının birində böyük H-dır, birində kiçik H-dır. Bu qad daşıyıcıdır. Və bu, belə deyim, çarpazlaşır kişi ilə. Kişi də olacaq X, kiçik H, Y. Axı dedik, hemofiliyanın daşıyıcısı X-dir. Deməli, bu kişidə xəstədir. Bundan doğulma uşaqlar, məsələn, qadının X-i sağlamın verərsə böyük yaşın, kişi mütləq X-də kiçiyin verəcək, kiçik yaşı. Bu doğulacaq daşıyıcı qadın. Qadın sağlam X-inin H-ını verərsə, yəni sağlam xromosomunu verərsə, kişi də Y-ni verərsə, bu doğulacaq sağlam oğlan. İndi qadın kiçik yaşını verir, X kiçik yaşını verərsə və kişidə də X kiçik yaşda xəstədir. Bu zaman olacaq xəstə qız. Qadın X kiçik yaşını verir, kişi də Y-ni verirsə, bu zaman da doğulur xəstə oğlan. Yəni, hemofiliya xəstəliyində qadınlar daha çox daşıyıcı olur. Kişilər daşıyıcı yox, kişilər hər zaman xəstəsi olur. Yəni, hemofiliyanın daşıyıcısı kişi deyil. Kişi hemofiliyanın xəstəsi ola bilər. Ümumilikcə, xəstəliklərə qarşı irsi meyillilik nədir? Məsələn, xəstəliklərə qarşı irsi meyillilik xarici mühitin təsirindən də baş verə bilər. Ağciyər xəstəliyinə qarşı meyillik siqaret çəkməyə misal göstərə bilərik. İnsanda məsələn, diabet xəstəliyidir, hipertoniyadır, mədə yarasıdır. Bu xəstəliklərə qarşılıq da irsi meyillik müşahidə oluna bilər. Daha sonra nə var burada? İnsan həyat tərzidəki siz zərərli vərdişlərdən, siqaretdən uzaq durmalısınız. Burada bilməlisiniz, bax bunu. Nikotinin insan həyatına təsiri. Baş beyinə təsiri nədir? Baş beynin qan dövranının pisləşməsinə, baş ağrılarına, yaddaşın zəifləməsinə, halsızlığa gətirib çıxarır. Dişlərin zədələnməsinə, dad hissiyatının itməsinə gətirib çıxarır ağız boşluğunda. Traxeyada selkli qişanın iltihabına gətirib çıxarır. Ürəkdə damarların sıxlaşmasına, miokard infarktına gətirib çıxarır. Ağciyərlərdə xroniki bronxit, xərçəngə gətirib çıxarır. Qaraciyərdə maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. Mədədə qastrit, mədə xorası, mədə xərçənginə gətirib çıxarır. Cinsiyyət vəzilərində də cinsi funksiyaların zəifləməsinə gətirib çıxarır. Bunlar da satdır. Bunlar da özünüz üçün bir dəfə oxuyarsınız.